Müəllim, bu qiraətçi, bu şair dostumuz sizi o qədər arzulayır, sizi o qədər çox istəyir ki, düzdür, siz istəyənlər çoxdur, amma mən Füzulidə qapılarında qonaq olduğum zaman da ağzında bir müğənni soruşanda ilk səşdiyi adım sənətkar Manaf Ağayev oldu. Sizi çox sevir. Sağ olsun, əslində sən bilirsən, mən səni çox istəyirəm, amma bugünkü gəlməyimin səbəbkarı odur, ona görə gəlmişəm. Mən də xahiş edərkən, mən istəyirəm səndən bir dəfə bir verilişdə olam, dedim İbrahimlə danış, günün təyin ilə problem deyil, gələk. O da sənətkardır, sözün əsl mənasında, Ələddin Qəmbərin yadigarıdır. Allah rəhmət eləsin. Yəni onu çox istəyirik. Balaca olduğuna baxma, çox böyük məclislər aparır. Çox böyük məclislər aparır. Söz imkanları da böyükdür, səsinin tembri də indi inşallah burada görərsiniz. Görüm səni söhbət yox, tamaşaçılar da görəcək. İnşallah. Bir oradan yaxşı bir müşahidə edin, elə o şeir deyə gələcək. Bugünkü gecəmizdə həqiqətən xətrini çox istəyirəm, dostluq eləyirəm, dostluğu bacarır. İstər Füzuliyə getdiyim zaman orada qarşıladığı bir qonağa necə yanaşmaq lazımdır, onu çox gözəl təqdimatını eləyir. Mən komandamla gedəndə onu gördüm. Buradan onun ailəsini, atasını, anasını salamlayıram, qardaşlarını salamlayıram. Bugünkü gecəmizdədir, öz şeiri ilə bugünkü proqramımıza giriş eləyəcək. Mənsur Qarabağlı dostlar. Qızıl gülüm tez saraldı, tez soldu. Gül yerinə mən tikanlar bitirdim. Arzularım, xəyallarım puç oldu. Məni sevən bir insan itirdim. Niyə bu qədər sevirsən məni? Mən ki, məni sevən qəlbini qırdım. Hər zaman fikrində, xəyalındayam. Ürəyinə sağalmaz bir yara vurdum. Peşmanam. Peşmanam, bilirsən nəyə peşmanam? Mən sənin qədrini bilə bilmədim. İstədim, unudum qəlbimdən, silim bunu bacarmadım, silə bilmədim. Ay Mənsur, tay bəsdir, yazma sevgidən. Bu sevgi tay məni məndən alıbdır. O məni tərk edib getsə də bilsin, onun adı ürəyimdə qalıbdır, ürəyimdə qalıbdır. Ne içine girem ben güle gülen, ne içine girem ben güle gülen, onsuz da kadrimi bilen değilsen. Deyip tanışsan da güzelim sen, güle güle. Deyip tanışsan da gözlerim sen güle güle, bilirəm ürəkdən gülen değilsen. Bilirəm değişmişsən, gözlerim əvvəlki değilsen. Bilirəm değişmişsən, gözlerim əvvəlki değilsen. Sənə sual verim, cavabını ver. Sən də mənim kimi darıxdınmı heç? Sevgi, məhəbbətdən danışan zaman adımı çəkərək karıxdınmı heç? Unutma sən bunu, unutma heç vaxt. Qarşılıqlı sevgi ölümdən betər. Mənim tək istəyim budur əzizim. Sevgimə dəyər ver, bu mənə yetər. Sənsiz mənasızdır hər şey dünyada. Ömrümə qar yağdı, yel külək əsdi. Mənsuram, mən xoşbəxt olmasam olar. Tək sən xoşbəxt ol, bu mənə bəsdir. Bu mənə bəsdir. Tanrı sənə var bilməyəydi, kaş mənə güləydi. Tanrı sənə var bilməyəydi, kaş mənə gül yar olmadı. Oldu ürəkdaş mənə güləydi. Getməkdən uzaq gəl,
yaxşı mənə yeydi. Dostluqla başladı bizim sevgimiz. Təəssüf ki, axırı ayrılıq oldu. Sonuncu mesajı yazdığım zaman əllərim titrədi, gözlərim doldu. Səninlə bağlı bir xəyalım vardı. İndi o xəyalım əridi şam tək. Ay Mənsur, qəlbində yaşat sən onu. Rəssam ol, qəlbini vərəqlərə çək. Vərəqlərə çək. Hər tərəfi gülşəyə bələnmiş. Hər tərəfi gülşəyə bələnmiş. Toydun ağır elim var mənim. Sağ dövlət yanlı solu Füzuli. Köndənən dəxbil nur gölüm var. Elim var mənim, bana yoban var mənim. Her gün eksik sahip senin bir vətənim oy. Her gün eksik sahip senin bir vətənim. Mən gələn ataydı imanım dinim, imanım dinim. Karxana Qaradağ yerli gedəyim. Kimsəsiz ağlayan qəmbərim var mənim. Bana yerim var mənim, bana yaban var mənim. Çoban tonqalında odda yanmağa, qarbasan cığırda batıb donmağa, zirvədən qıy çəkib pərvazlanmağa, vüqarlı dağlara qaytarım məni. Anam laylay desin dönüm uşağa, nənəm qonaq etsin bala qaymağa, alma dərib qoza selva atmağa, meyvəli bağlara qaytarım məni. Moruq dərim, seyləyin dişliyim, kuzu kəsim bastırmanı şişliyim, yayın ortasında güzlə işliyim, o buz bulaqlara qaytarım məni. Bir səhər qəmbərin kəstirib yolun, şad xəbər deyim, muştuluq alın. Razıyam, razıyam, boynuma laf kəndir salın. Tək vətənimə qaytarın məni, tək Füzuliyə qaytarın. Cennet diyarı düşübdür meynine. Azıcık bir sildi dünya yüzüne. Füzuli adında ulum var benim, bana elim var benim, meziyem varım. Ağlarda karım varım. Ay İbrahim, Qəmbər gedib sen yerinde. Mansurum var benim, sen ne isteyin? İnşallah. Əla, möhtəşəm. Mahf müəllim, səsinizə sağlıq. Mənsur, xoş gəldin. Axşamı xeyir olsun. İbrahim qardaş, mən sizə öz təşəkkürümü bildirəm ilk növbədə.
Mən hər zaman olduğu kimi bunu özümə bir borc bilirəm. İlk növbədə şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, veteranlarımıza şəfa diləyirəm. Hal-hazırda bizləri televiziya qarşısında başda şəhid ailələri olmaqla bütün izləyiciləri, izləyənlərin hər birini salamlayıram. Həqiqətən də mənim üçün böyük şərəf oldu ki, Füzuli rayonumuzun dəyərli sənətkarı, şəxsiyyətinə, sənətinə böyük hörmət etdiyim və onu da, bəli, onu da qeyd edim ki, Manaf Ağayevlə biz qohumuq. Mənim üçün böyük şərəf oldu ki, elə Manaf müəllim başda olmaqla Füzuli rayonumuzun dəyərli sənətkarları və xanım müğənnimiz Gülka xanım. Biz sizi Gülka kimi tanıyırıq. Hoş geldin. Gel qohumun yanında elə, o sənətkarın yanında eləş elə. Mənsur, necəsən? Nə var, nə yox? İşlər necədir? Çox şükür Allaha, hər şey yaxşıdır. Əsas canımız sağdırsa demək hər şey yaxşıdır. Mənsur, sən xatırlayıram 2021-22-ci illərin bizim görüşümüz o ərəfələrə deyəsən təsadüf edir. İlk görüşümüz 2019-da olubdur. 2019-cu ildə. O vaxt Mənsur utancaq, o vaxt Mənsur tanınmaq üçün can atan bir Mənsur idi. Maşallah görürəm ki, bu neçə illər ərzində Mənsurda yaxşı mənada dəyişikliklər oldu. Mənsur özünü tanıtdırdı. Bugün sənətkarların iştirak etdiyi tədbirlərdə Mənsur Masabəyi kimi, aparıcı kimi xidmət göstərir. Bu sənin bir uğurundur. Və televiziyalarda tez-tez görünməyin də bir tərəfdən sənə bir dəstək oldu. Və bugün Manaf Ağayev sənə, bəs bugün bu ay ərzində 3 toyun var isə Manaf müəllimdən bəlkə də bu artıq bir 5-ə qalxacaq. Çünki tamaşası, Manaf Ağayev izləyən tamaşası səni də istəyəcək. İşi də göstərdin. Bəli. Bu reallıq. Mən özüm ilk dəfə efirə çıxanda